May ayı burgürçlər üçün ilin ən şanslı ayı olacaq. Təcrübənizə və intuisiyanıza əsaslanaraq düşünmək və qərarlar qəbul etmək üçün vaxt ayırın. Ox atan may ayında ox atanları həyatda böyük dəyişikliklər gözləyə bilər. Uğursuzluqlar və gecikmələr dövrü sona çatacaq və xoşbəxtliyin nəhayət onların tərəfində olduğunu hiss edəcəklər. Uğurlu olmağı vəd edən yeni layihələr və ya səyahətlər üçün əla vaxtdır. Səyahət etmək və ya iş yerini dəyişmək imkanlarından yararlanın. Bu yeni kəşflər üçün mükəmməl vaxtdır. Risk etməkdən qorxmayın. May sizə naməlum tərəfə addım atmaq imkanı verəcək və bu əla nəticələr verə bilər. Sağlamlığınızı birinci yerə qoyun. Fiziki və emosional istirahət haqqında unutmayın, çünki bu daha məhsuldar olmağa kömək edəcək. Qoç 2025-ci ilin may ayı Qoç üçün uzun çətinliklərdən sonra bərpa dövrü olacaq. Hazırda onlar uğurun qarşısında duran bütün maneələrin necə aradan qalxdığını hiss edə biləcəklər. Qətiyyətlilik və köhnə problemlərə yeni yanaşma sayəsində Qoç çoxdan onları narahat edən məsələləri həll etmək imkanı əldə edəcək. Tərəzilərə karyera və maliyyə sahəsində daha yaxşı perspektivlər vəd edir. Onlar yaşadıkları mühitin necə dəyişdiyini hiss edəcək və çoxdan planlaşdırılan layihələri həyata keçirə biləcəklər. Ay sabitlik və inkişaf üçün yeni imkanlar açacaq və köhnə çətinliklər geridə qalacaq. Prinsiplərinizə sadiq qalın. May ayında karyeranızda yeni imkanlar əldə edəcəksiniz və dəyərlərinizdən kənara çıxmamağınız vacibdir. Özünüzə daha çox güvənin. Öz təcrübənizə və intuisiyanıza əsaslanaraq düşünmək və qərarlar qəbul etmək üçün vaxt ayırın. Həqiqi məqsədlər qoyun. Uğur qazanmaq üçün çox şansınız olacaq. Lakin qarşınıza çox böyük məqsədlər qoymamaq, addım-addım irəliləmək vacibdir.